Məsələn, biz baxsaq, son 12 ilin Nobel mükafatlarına, iqtisadiyyat üzrə Nobel mükafatı. İkisi olaraq. İkisi olaraq. İkisi yox, bəlkə də 6-sı adı psixoloqdur. Psixoloq. Yəni, iqtisadiyyat üzrə Nobel mükafatını niyə psixoloq alsın? Ayson. Bunu qabaqlar ya riyaziyyatçılar alırdı, ya da alırdı iqtisadiyyatçılar. Ayson. Amma indi psixoloqlar alır. Niyə psixoloqlar alır? Çünki artıq insan davranışları, insan fenomen olaraq iqtisadiyyatda da vacib resursdur. Bir şirkətdə 100 işçisi var, 1000 işçisi var. Əksini nəzərdə tutaq da. Və şirkətin rəhbəri deyir ki, mən sərt qanunlarla, qışqırıb bağırmaqla şirkəti idarə edəcəm. Mənə psixoloq lazım deyil. Mənə təlimçi lazım deyil. Bunlar hamısı boş-boş söhbətlərdir. Maaşımı verirəm, iş tələb edirəm. Xoşu gəlmir, çıxsın, geçsin. Bir yanaşma budur. Bunun tam əksidir də. Sual. Belə yanaşma olsa nə baş verər şirkətdə? Belə yanaşma olsa, o şirkət... Azərbaycanda sizcə şirkətlərin neçə faizi hələ indi də müdirlər bu cür yanaşırlar məsələyə? Buonasera. Sən axı özün yaxşı bilirsən ki, bu çaya görə mən şəxsən Şri-Lankaya uçmuşam. Yaxınlarımız şu, əziz insanlarımız şu. Xahiş edirəm, Don, icazə verin bu çayın satışını təşkil edək. Hacı çay, imtina edilməyəcək təklif. Salam dostlar, xoş gördük. Yenə bu şəhərdə üz-üzə gəldik. Açarı dinləyirsiniz. Bugünkü dəyərli qonağım Xəqani bəy Səfərovdur. Xəqani müəllimi Azərbaycanda 10 minlərlə insan tanıyır. Biznesmen, idarəçi, AES şirkətinin təsisçisi və direktoru. Xəqani müəllim, xoş gördük. Xoş gördük. Xoş gəlmisiniz. Çox şadam sizinlə görüşəm. Sizin tərifinizi çox eşitmişik, çox uğurlu. Həm iş adamısınız, həm idarəçisiniz, həm təlimçisiniz. Bugün çox faydalı söhbətimiz olacaq, buna əminəm. Həm mən sizdən çox şeylər öyrənəcəm, həm də bizi dinləyən dostlar. Birinci özünüz haqqında danışın. Xəqani Səfərov kimdir? Və Azərbaycana hansı töhfələri verib? Xahiş edirəm, təvazökarlıq eləməyin. Çox sağ olun, müəlliməm. Allah razı olsun. Biz dəvət üçün minnətdaram. Mən deməli 87-ci ildə anadan olmuşam. Azərbaycanın Füzuli bölgəsində. Ondan sonra Bakıya gəlmişik, bu məcburi köçkün olanlardanam. Daha sonra Azərbaycanda Bakıda təhsil almışam. Prezident Dövlət İdarəçiliyi Akademiyasına daxil olmuşam. Orada təhsilimi menecment fakültəsi üzrə bitirmişəm. Azərbaycanda az adamlardan biriyəm ki, ixtisasım üzrə işləyirəm. Adətən fərqli olur. Mən amma nəsə talihim bir işidir ki, menecment fakültəsinə daxil olmuşam. Çox da sevmişəm bu işi. Bu işi sonra çox ciddi təhsilini universitetdən sonra, bizim universitetdə təhsil çox yaxşı idi həqiqətən. O vaxt ki, mən 2005-2009-cu illər oxumuşam. O vaxt illərdə çox disiplinli bir universitet idi. İndi bir məlumatım yoxdur. Və bizim tələbə yoldaşlarımızda kifayət qədər belə savadlı, bugün də nazirliklərdə falan çox ciddi yerlərdə əyləşən tələbə yoldaşlarımız var. Yəni o universitet çox yaxşı universitet idi. Biz çox yaxşı təhsil almışıq. Və bundan paralel özüm də oxumuşam. Almaniyada bir ixtisasatma dərsində olmuşam, idarə etməklə bağlı. Ondan sonra belə xaricə çoxlu təlimlərə getmişəm, iştirak eləmişəm.
İlk karyeramı belə deyək də, belə müxtəlif işlərdə işləmişəm. Yəni mən hərdən yoldaşımla yol gedəndə belə deyirəm ki, bu metronun yanında işləmişəm, o metronun yanında işləmişəm. Bu tələbəlik dövründən, hətta tələbəlik dövründən yox, mən məktəb dövründən işləyirdim. Həmin elektrik idi, onun yanına gedirdim, belə akkumulyator falan daşıyırdıq, orada işləyirdik. Sonra universitet dövründə jurnalistikada çalışmışam bir müddət. Müxtəlif belə çox belə kiçik işlər gördüm jurnalistikada. Ondan sonra biraz daha əskəriyə getdim, gəldim. Jurnalistikada biraz müxtələşdim. Sonra başa düşdüm ki, jurnalistika tam mənim belə yapıma uyğun deyil. Ondan sonra çıxıb insan resursları sahəsinə getmişəm. 12 il insan resursları sahəsində çalışmışam. Azərbaycan məncə ən böyük bizneslərində çalışmışam. İdarə heyətində olmuşam, müşahidə şurasında olmuşam. HR kimi şirkətin təkcə HR funksiyasını yox, təşkilat idarəetmə funksiyasını yerinə yetirirdim adətən, yəni son iş yerlərimdə. Daha sonra çıxdım və öz biznesimi qurdum. Fikirləşdim ki, öz biznesimi qurmaq vaxtıdır. Çıxdım, qurdum. IS şirkəti? Yox, birinci qurmuşam HR Option şirkəti. Çünki HR olduğuma görə birinci elə bilirdim ki, düz də fikirləşmişəm, pulu buradan qazanmaq olar. Sonra HR Option'da çalışa Venture Option deyə bir şey yaratdıq. Şirkətləri alıb onları böyüdürdük. Sonra o işləri biraz orada o işləri də gördük. Sonra bu pandemiya, müharibə falan düşdü. Orada biz nisbətən zəiflədik. Çünki portfelimiz çox böyük idi. Onu idarə eləyə həm də böyük ehtimal biznesin biraz da junior vaxtına düşmüşdüm. Yəni mən özüm də başımdan yuxarı tullanmışdım deyə. O istədiyim kimi getmədi və orada biraz uğursuzluqlar oldu. Sonra təzədən HR Option'da yəni HR Option biznesim qaldı, amma Venture Option'ı biz belə deyək də bağladıq. Sonra başa düşdüm ki, mən necə oturdum artıq mənim belə bildiyimdə 2 il biznes təcrübəm var idi artıq. Yəni 12-13 il korporativ həyatda təcrübəm var idi, amma 2 il özüm biznes idarə eləmişdim də artıq 30 işçimiz var idi falan, belə bu situasiyalar yaşamışdım. HR Option'da? HR Option'da. Portfellərdə bizim ümumiyyətlə idarə elədiyimiz komanda 500 yuxarı idi, 500 plus idi ki, hansı ki biz idarə edirdik, o Venture Option'dan danışıram. Amma belə HR Option'da 30-a yaxın, 20-30 yaxın işçilərimiz olub çalışmışıq. O təcrübədən irəli gəlib oturdum özüm üçün yeni bir xətt cızdım. O artıq daha fərqli xətt idi. Bu IS-in xətti idi. Mən ümumiyyətlə avtomatlaşmanı, datanı çox yaxşı bildiyimə inanıram. Amma sizin ixtisasınız deyildi o? Bəli, ixtisasım deyil, yəni universitet ixtisasım deyil. Amma özüm bu gün mən ümumiyyətlə təhsildə ixtisasa çox inanmıram. Çünki insanlar ürək istədiyi şeyi 6 aya öyrənə bilirlər. Məsələn, siz bir kodlama öyrənmək istəyirsə, mən məsələn C# öyrənmişəm, kod yazmadır. Mən onu özüm öyrənmişəm bir həftə içində. Məsələn, SQL var, indi proqramistlər falanlar bilirlər. Mən SQL-i 6 saata SQL öyrənmişəm, 6 saat. Riyaziyyatınız yaxşıdır da sizin? Yəqin ki, hə. Həm də o, yəni texniki sahəyə maraqlı çoxdur. Ümumiyyətlə, mən HR kimi işləyəndə də elə bir HR kimi zaten ən güclü tərəfim data analitika tərəfim idi. Yəni, mən hər şeyi düzgün analiz edib, düzgün həllər tapırdım deyə. HR kimi də uğurluydum da. Yəni, bir növ əslində mən HR tərəfdən də baxanda elə bilirəm ki, o tərəfim çox güclü idi deyə daha yaxşı HR ola bilmişəm. Bu maraqlı gəldi mənə. Maraqlıdır. Təzə söhbətlər elədiniz. Deməli, 6 aya. İndi də elə 6 aylıq kurslardır da bizdə. Əlbəttə. O müxtəlif... Bəli. Ümumiyyətlə, məncə, müasir dövr bu... Proqramlaşdırmanı 6 aya öyrədə bilirlər. Bəli, əlbəttə 6 aya, 5 aya sintaksis tərəfini öyrədirlər. Qalır səndə ağıl tərəfi də. Yəni, məğzi öyrənirsən, qalır sən onu necə inkişaf elətdirəcəksən. Ümumiyyətlə, mən özümü belə hesab edirəm. İstənilən sahədə getmək istəsəm, sadəcə həvəsim olsa ona, yəni mən o ixtisası çox rahat əldə edə bilərəm. Necə ki, mən HR-ı da heç bilmirdim, məsələn, gəldim HR-a və HR-da. HR-a mənim gəlməyimin indi belə biraz xətalı rəqəm deyə bilərəm, yəni üzr hesab eləyin, amma təxminən dediyim şey, yəni yalan deyil də, bir il 6-7 aya mən departament müdürü olmuşdum. Yəni təcrübəsi kimi girdiyim şirkətdə. Yəni ola bilər 2 il, yəni biraz xətalı rəqəm deyə bilərəm, amma dəqiq 1 il neçə ay idi. Aydındır. Çünki dediyim kimi də mən elə bir fikirləşirəm ki, yəni bir şey bilmək
Elə biləm ki, hamı da belədir əslində. Bir şey öyrənmək istəsə bir adam, yəni qarşısına məxsus qoysa öyrənər. Yəni rahat Aydın, bir dənə burada haşiyə çıxım, sonra tezdən qayıdaq o ssenarimizə. Əslində elə bu da ssenarinin bir hissəsidir. Burada bizim verilişimizdə konkret ssenari yoxdur. Demək, burada söhbət nədən gedir? Sual budur. Descartes deyirdi ki, 17-ci əsrin filosofu, ağıl bütün hamıya eyni paylanılıb Tanrı tərəfindən. Sadəcə insanlar onu müxtəlif formalarda istifadə edirlər və yaxud edə bilirlərmi? Bax, indi elə bizim gənclərimizin, ünsiyyətdə olduğum gənclərlə söhbətdə bunu müşahidə edirəm. Təkcə gənclər yox, ümumiyyətlə insanlığın, bəşəriyyətin ən ciddi problemlərindən biri budur elə. Təməl problemi. Cəsarət. Qorxma. Birdən məndə alınmaz. Bax, bu problem. Dünən idi, səhv etmirəmsə, bir məlumat oxudum, dərhal da paylaşdım Facebook səhifəmdə. Müqəddəs kitabımızda, Quranda 365 dəfə qorxu yoxdur ifadəsi oxudum onu. İşlənilib. Sanki bu təlqin olur ki, hər gün özünə bunu qəbullandır. Qorxma. Nədən qorxursan? Siz danışa-danışa mənim zehnimdə o canlanır. Sizin o simanızda cəsarətli olmaq. Nədən qorxursan? Ölüm yoxdur, itim yoxdur. Gedəcəksən, yox, məndə alınmaz, yox və səhərdən axşama qədər otur çayxanalarda, amma boş-boş söhbət elə. Bu yaxşı alınır səndə. Amma bir faydalı bir işə gedib yapışmaq, yox, məndə alınmaz, mənim istedadım yoxdur. Nə qədər istedadlar burada zay olub gedir? Big Four, dünyanın məşhur Big Four-su, yox, üzrəm, dünyanın məşhur bir araşdırma mərkəzi var. Onlar götürüblər Big Four-u və digər yerləri araşdırıblar. Onların dediyi bir araşdırmada yaxşı bir sitat var. Deyir ki, dünya biznesləri ağıllı və cəsarətsiz insanlarla doludur. Ağıllı və cəsarətsiz. Yəni, onlar çox ağıllıdırlar, çox yaxşıdırlar, amma cəsarətləri yoxdur. Onlar alt səviyyədə olan işçilərdir? Yox, ən güclü işçilər. Dünyada bizneslər. Bəs nə yoxdursa necə gəlib o? Yəni, məsələn, belə deyək də... Bəlkə əksinə, cəsarətli və ağılsız. Yox. Yəni, ağıl... Dünya bizneslər yox, biznesmenləri yox. Korporativ həyatlar. Yəni, belə deyək də, bizneslərin içində olan employee komandadan gedir. Aydındır, mən də onu deyirəm. Onlar niyə? Yox, onlar demək deyil ki, onlar cəsarətsizdir işçi. Yəni, işçilərin əksəriyyəti, yəni edə biləcəklər kapasitələrindən aşağıda olurlar. Əksəriyyəti. Çünki onlar üçün, onlar qorxurlar iş itirməkdən, onlar qorxurlar, məsələn, necə deyək də, vəzifəsini itirməkdən, bu pozisiyanı itirməkdən. Ona görə də onlar limitlər hərəkət edirlər. Komfort zonu. Amma elə işçilər də var ki, onlar cəsarətlidirlər və ona görə də onlar inkişaf edirlər. Onun üçün karyerada da o cür görsənir. Məsələn, mən indi müəyyən mənada necəsə özümə bunu təqdim elədiyimə görə bu cəsarəti, mən korporativ həyatda da ona görə sürətlə inkişaf eləmişəm. Mən dəfələrlə sahibkarın otağına girib, otağına girib demişəm ki, bunu səhv eləyirsən, bu olmamalıdır, bizim şirkətdə bu olmayacaq və mən sənin də HR-nam. Demişəm ki, mən HR deyiləm, mən sənin də HR-nam da. Yəni, HR olaraq rəhbər olaraq sən mənim müdürüm ola bilərsən, amma HR olaraq mən sənin də HR-nam. HR olaraq mən sənin üstündəyəm. Mən sənin üstündəyəm və burada mənim siyasətim keçməlidir. Hətta bizdə elə situasiyalar olub ki, rəhbərliklə, sahibkarla, mən birbaşa sahibkarlarla işləyirdim. Orada elə şeylər olub ki, məsələn, demişəm ki, filan şeyə qol çəkmək lazımdır, filan şey eləyir. O deyib ki, sual verib ki, məsələn, bunu niyə eləyirik ki? Demişəm ki, müəllim, bu sualı siz mənə verməli deyilsiniz. Yəni, mən bu işi mənə tapşırmısınız. Siz mənə niyə verirsiniz? Məsul şəxs mənəm. Bunu sadəcə mənə strategiya verməmisiniz. Məsələn, bizdə işçilər şirkətə bağlı olsun. Bu strategiyamız yoxdur. Onda da artıq arxasına qarışmayırsınız. Bunu imzalayırsınız. Məsələn, hətta belə şeylər olub. Məsələn, mən HR direktor işləyəndə, mən şirkət rəhbərlərinə deyirdim ki, məndən icazəsiz heç kim sizlə görüşənməz işçilərdən. Yəni, problemləri deyənməz. Yəni, məsələn, tutaq ki, bir dənə ambarda, məsələn, bir fərz eləyək, ambarda bir dənə adamda problem var, gəlir sahibkarın yanına girir və yaxud da direktorun yanına girir ki, mənim problemim var. Bu momentdə direktor mənə çağırır ki, bir dənə gəlir, dinləyirik ki, bu deyir ki, mənə orada haqsızlıq ellər nəminə. Və mən кейsi orada öyrənirəm də. Mən də direktora həmişə deyirdim ki, mən belə öyrənməli deyiləm кейsi. Bu adam ancaq, sən qapını açmalısan da, belə deyək də, o kimsə səndən görüşmək istəyir. Deməlisən ki, Xəqam əmin bilir кейsi. Xəqam ilə görüşmüsən. Desə yox, göndər mənim üstümə. Desə hə, amma həll eləməyib, qəbul elə.
Aydın. Yəni adamlar ancaq məndən şikayətə sənin yanına gəlsinlər. Öz problemlərini, yəni məni belə deyək də belə məni keçib gələndə sən yanına. Subordinasiya belə olmalıdır. Bəli. Əgər belə olsa, əgər məni keçib gəlsələr sən yanına, onda mən burada heçarlıq eləyə bilməyəcəm. Aydındır. Ona görə mən nəyə gərəyəm? Mən nəyə gərəyəm? Ona görə mən öz pozisiyamı o qədər düz oynuyordum ki, cəsarətli dediyiniz. Ona görə heç bir sahibkar məni itirmək istəməyib. Ona görə nə bilim həmişə çox yaxşı rəqəmlər almışam. Yəni şirkətdə top maaşlar almışam da, hansı ki HR tam o cür almırdı da. Yəni IT direktor daha çox alırdı, maliyyə daha çox da. HR daha bizim dövrümüzdən gedir. İndi biraz vəziyyət dəyişib. Bəlkə tam dəqiq bilmirəm şirkətin içini. Amma demək istədiyim odur ki, niyə? Çünki mən həmişə bu xətti qoymuşam ki, əgər mən buradayamsa, yəni məni keçib heç kim sahibkarın yanına girənməz. Aydındır. İndi burada bir məsələ var. Yenə də biz hələ haşiyədə ilişdik qaldıq. Hələ o qayıtmadım. Demək, cəsarətli olmaq, ağılsız olmaq demək deyil. Məsələn, bir adam çıxır 16-cı mərtəbədən özünü atmaq istəyir. Deyirsən, neyinirsən axı? Yox, mən cəsarətliyəm. Bu ağılsızlıqdır. Bəli. Cəsarətli olmaq ağıl dairəsindədir. Ağıl çərçivəsindədir. İndi burada bir sual var. Tamam, bildik, bu cəsarətli olmaq ağılsızlıq demək deyil. İndi ikinci sual, həmişə bunu verirlər. O şərhlərdə də mənə sual verirlər bəzən falan. Necə edək ki, cəsarətli olaq? Məncə burada bir dənə sual var. Mən buna belə cavab verərəm. İnsan, əvvəlcə siz axırını deyim, sonra əvvəlini deyim. Uğurva sevinmə. Cəsarətli olmaq istəyirsən, uğurva sevinmə. Bu nə deməkdir? İnsan niyə cəsarətli ola bilmir? Quranda da var, Hə. La təsəv bimə atakum və la təfrəhəndə bimə atakum. Əlinizdə olanlara, indi ərəbcəsini unuttum bir anlığa. Əlinizə, əldə etdiklərinizə çox sevinməyin. Sevinməyin, hə. Əldən verdiklərinizə təəssüflənməyin, əldə etdiklərinizə də çox sevinməyin. Hə, indi mən niyə görə bunu deyirəm? Niyə görə deyirəm ki, insan uğuruna sevinəndə cəsarətsiz olur? Aha. Bu cümlə niyə mən deyirəm? Çox maraqlıdır. Baxın, insan qərar verəndə, məsələn, bir şey qərar verəndə nəticəsi ya A olacaq, ya B də. Ya plus olacaq, ya minus da belə deyək. Ya müsbət olacaq, ya mənfi olacaq. Bu addımında. Və insan cəsarət eləyə bilmir. Niyə? Çünki qorxur ki, mənfi olacaq. Düzdür. Əslində bilsə ki, dəqiq 100% müsbət olacaq, addım atacaq. Düzdür. O dəqiq bilir, yəni dəqiq bilmir də, belə naməlumdur ki, mənfi olacaq. Yəni təxmin eləyir ki, bir 50% də mənfi olma ehtimalı var. Addım atmır. Qorxur. İnsan niyə qorxur mənfi olmağından? Niyə qorxur? Çünki insan o mənfi olmağın pis şey olduğunu düşünür. Və düşünür ki, əgər mən X addım atsam və cəmaət mənə bunu desə, biabırçılıqdır. Düzdür? Yəni feyla, yəni uğursuzluğa mənfi donu geyindirib. Mənfi donu geyindirdiyi üçün bu addımı atmır. Yaxşı, ikinci sual. İnsan niyə uğursuzluğa mənfi donu geyindirib? Niyə? Çünki uğura müsbət donu geyindirib. Uğura müsbət donu geyindirdiyin üçün uğursuzluğa mənfi donu geyindirirsən. Ona görə də sən addım atanda bu mənfi donu geyinəmirsən. Amma hansı insanlar ki, uğura və uğursuzluğa ümumiyyətlə don geyindirməyiblər, onlar üçün proses mühümdür. Onlar onu çox rahat eləyəcəklər. Məsələn, mən necə düşünürəm öz tərəfimdən? Mən deyirəm ki, bax, bugün mən AES şirkəti o vaxtları, məsələn, HR olanda, mən HR prosesindən həzz alırdım. Mən fikirləşmirdim ki, HR olanda yaxşı pul qazanacağım, yoxsa uğursuz olacağam, filan şey belə olacaq, filan şey. Heç nə fikirləşmirdim. Mən dedim, bu prosesin özü mənə həzz verir. Düzdür? Mən o işə girəndə... Prosesin özündən həzz al. Hə, bəli, prosesdən həzz al. Mənim ümumiyyətlə konseptim budur və ümumiyyətlə məncə düşünürəm ki, Allahın da konsepti budur. Nəticə Allahındır. Nəticə ümumiyyətlə bizim vecimizə olmamalıdır. Biz result oriented deyə bir qərbin bizə sırıdığı bir şey var, nəticə yönümlülük. Bu mənə görə çox böyük bir problemdir. Çünki nəticə bizdən asılı olmayan məsələdir. Biz prosesi maksimum yaxşı qurmağa çalışmalıyıq. Əlbəttə ki, biz müsbət nəticəyə oynamalıyıq. Amma başa düşməliyik ki, o nəticənin dünyaya gəlməsi bizim prosesimizlə arasında əlaqə. Yəni, dolayısıyla çox da bağlı deyil. Çox bağlı deyil. Ona görə də mən fikirləşirəm ki, mən həzz aldığım prosesləri eləyirəm. Bunu ki, mən bilirəm. Rahat ol. Rahat oluram. Rahat ol. Bəli. Baxın, məsələn, mən bugün, hansısa bir dənə... Stresli olma. Rahat ol. Prosesi kef elə, həzz ala get. Gedirəm. Və o nəticədə,
nə olursa, mən deyirəm, əla, belə oldu ki, belə özüm üçün. Yəni bu, yəni o mənim üçün heç bir negativ hadisə doğurmur. Yox, sən əgər uğursuzluğa mənfi donu geydirsən, əlbəttə ki, cəsarətin çatmayacaq addım atmağa. Çünki sən niyə uğursuzluğa mənfi donu geydirirsən? Çünki uğura müsbət donu geydirirsən. Və uğuru müsbətini o qədər böyüdürsən gözündə. Onu əzəmətli, ehtişamlı edirsən, yüksəldirsən. Onun o ehtişamından, təsəvvüründəki ehtişamından sərxoş olursan da. Sərxoş olsan, başın gizəllənir. İndi təsəvvür elə, o yoxdur mənfidə. İndi bir dənə burada şey deyim. O yoxdur, vahimə bürür səni. Məsələn, burada bir dənə şey deyim, detal, xüsusi detaldır. Uğurlu olanda mən, məsələn, indi olur da bəzi, məsələn, form olur, çıxış eləyirəm, deyirlər, ən yaxşı çıxış sənin idi, müəllim, dəhşət, çoxlu feedbacklər alıram. Mən o feedbacklərə belə reaksiya verirəm. Deyirəm, çox sağ olun falan, amma özümdə deyirəm ki, noz. Çünki əgər mən ona desəm ki, mən əjdahayam, mən cəsarət şeyimi bağladım, azaltdım. Çünki mən orada da deyirəm ki, elə bir ki, nəticə Allahındır da, dediyim kimi, orada prosta hilalındır. Baxın, bir dənə uğurlu çıxış var, forumda bax, çıxıram, danışıram, deyirlər ki, çox uğurlu çıxışdır, hə? Görün bu uğurlu çıxışın uğurlu olması üçün Allah nə qədər səbəb yaradıb. Cəmaət gəlib orada oturub. Birinci səbəb. İkinci, mən bu mövzunu danışmışam. Üçüncü, mikrofon xarab olmayıb. Dördüncü, nə bilim, zəlzələ olmadı həmən vaxt. Mən həmin gün xəstələnməmişəm. Yəni 100 min dənə səbəb toplanıb ki, mən orada çıxış eləyim. Burada 1% də mənim çıxışa hazırlaşmağım, backgroundum falan rol oynayır. Hələ hazırlaşmağın özünə enerji gəlib. O enerji hardan gəlib, qardaşım? Hələ indi tutaq ki, indi deyək də 1% də elə belə. 99% zaten o səhnəni, o situasiyanı yaradan var. Sən ortada bir dənə rol oynayırsan və sonra qürurlanırsan. Necə qürurlana bilərsən? Necə qürurlana bilərsən? Mənə görə qürurlanmaq... Məsələn, şeyə oxşadıram. Məsələn, biz işığı vururuq, lamçıqa yanır. Amma biz deyik ki, biz işıq yandırdıq. Hara işıq yandırdın? Lamçıqanı istəsə eləyən bir zavod var. Enerji Mingəçevirdə yaranmasa bura gələ bilməyəcək. Bakıya gələnə kimi 10 dənə substansiya keçir. Bakıda 100 dənə substansiya keçir. Gəlir sənin binaya tok gəlməsə sən yandıra bilmirsən. Mingəçevirdən düz Olamıçıqaya qədər xətti quran Azər Elektrik və yaxud da elektrik şirkəti hara getdi? Sən bir dənə vuran kimi onların hamısının əməyini içə çıxardıb deyəsən mən işıq yandırdım. Bu necə deyə bilərsən? Ona görə deyirəm ki, əlbəttə ki, biz oranı vurmasaq yanmayacaq. Biz vurmalıyıq. Əlbəttə bizim də orada bir 1% belə rolumuz var. Amma o iradə çox cüzi iradədir. Ona görə qürurlanmağa dəyməz və mümkündür ki, sən o düyməni vurasan, əlinə gələn şey eləyəsən. Çünki sən amma Mingəçevirdə tok olmasın, ya da lamçıqa işləməsin, o da yanmasın. Və sən hər şey eləmiş olun, uğursuz sayılırsan indi. Sən uğursuz mu sayılırsan? Sən elədin də, yəni damçıqanı şeyi vurdun da. Sən əlindən gələni... İşıq yanmadı. Ona görə insanların sorğulama olduğu şey, mən əlindən gələni etdimmi sual olmalıdır. Ta ondan sonrası oldu, olmadı, nə oldu? Mən elə don geyindirəm. Möhtəşəm. Ona görə mənim üçün cəsarət anlayışı ona görə şeydir ki, belə daha işləkdir ki, mən mənfi və müsbət görə bilmirəm. Müəllimcan, demək o deyir, hər bir şey əksi ilə yaxşı tanınır. Biz bu cəsarətsiz adamları harda daha yaxşı müşahidə edirik, əyanı görəndə. Görsən, ilahi, Allah hər şey verib, enerji, savad, sağlamlıq, yaxşı ətraf, yaxşı ailə, hər şey var. Amma adam donub qalıb, hərəkət eləmir. Heç nədə, heç bir həvəs yoxdur, heç bir işə həvəs yoxdur. Çox belə... İndi gəlirik, buradan çıxaq, bu psixoloji məsələlərdən çıxaq. Hərçən ki, elə mən istəyirəm 2 saat burada danışaq. Demək, Xaqani bəy, siz IS şirkəti yaratmışsınız, süni intellekt üzrə. Bu nə vaxt yarandı və sizdə indi niyə maraq yarandı? Bu məlum məsələdir. Bütün dünya süni intellektə gedir. Vəziyyət necədir orada? Bu IS şirkətində vəziyyət necədir? Nəzərə alaq ki, Azərbaycanda süni intellekt üzrə şirkətlərin sayı çox azdır. Məsələn, burada
Ada Universitetinin professoru Samir müəllim Rüstəmov çıxış elədi. Neurotime şirkəti yaradıblar və məhsullarını Amerikaya satıblar. Bizim Asarda qonaq olmuşdu. Mən o qədər sevindim. İndi siz deyirsiniz AES şirkəti yaratmısınız. Bu bizi çox sevindirir. Buyurun danışın. Perspektiv nədir? Ümumiyyətlə bunun tərifi, mahiyyəti nədir bu şirkətin? Nə işlə görürsünüz? Mən elə ki, hansı ki o HR optionu artıq qırağa qoymuşdum o karyeramda. İndi AES-i başladım. Onda adı AES deyildi, belə spontan başlamışdım biraz. Amma əsas məsələ oydu ki, şirkətlərdə avtomatlaşma, sistemləşmə yaradırdım. Biz şirkətləri qururduq. Digital transformasiya eləyirdik də biz. Digital transformasiya mənə görə elə bir ağıllı transformasiya deyil də, həlli transformasiyadır. Məsələn, sizin kağızda işlədiyiniz şeyi Excel-ə köçürmək ya da Excel-də işlədiyiniz şeyi, nə bilim, proqrama köçürmək deyil digital transformasiya. Həm də onu 10 məlumat girib bir nəticəyə çatırsansa, 2 məlumatla çatmağı təmin eləməkdir də. Yəni daha ağıllı bir, daha belə deyək də, həm transformasiya eləmək, həm də transformasiyanın içində change eləmək də, şirkətdə daha optimallaşma eləmək. Biraz da ölçülə bilən dəyərlərə gətirmək hər şeyi də şirkətin özünün içində. Sistem qururdunuz. Onu qura-qura, əlbəttə ki, bu həmin etaplarda artıq süni intellekt məşhurlaşmağa başlayırdı və biz başa düşdük ki, süni intellekt toolları, alətləri burada daha işləkdir və belə-belə süni intellektin içinə girdik. Girdikcə də müxtəlif yollar qət eləməyə başladıq. Məsələn, bugün biz şirkətlərdə çoxlu süni intellektlə bağlı həllər veririk. Biznes həllər. Mən biznesdən gəldiyimə görə, məsələn, mən çox dəqiq başa düşürəm də biznesin ağrısını, yəni onu başa düşürəm və ona uyğun həllər veririk də. Bugün bizim bir produktumuz var, məsələn, FaceLab-la bağlıdır, simaları analiz eləməklə bağlı. İndi onu birazdan bir müddət sonra launch eləyəcəyik. Məsələn, indi onun testləri gedir. Məsələn, o produkt, yəni şirkətlər üçün, mağazalar üçün əvəz olunmaz bir produktdur. Yəni sizin şirkətinizə girən, daxil olan, yəni mağazanıza daxil olan, obyektivizə daxil olan simaları AI özü analiz eləyib, sizə müəyyənləşdirir ki, məsələn, bu VIP müştəridir, bu qabaqlar bunu alıb səndən, bunu eləyib səndən. Məsələn, və yaxud da oğurluq eləyibsə, məsələn, X market şəbəkəsi düşünün, onun bir marketində oğurluq eləyib tutublar ki, oğrudur. Onu orada qeyd eləyəndən sonra 5-ci marketə girəndə, orada o, məsələn, o, belə deyəndə, alarm baş verir. Bu ideya sizin özünüzdəndir? Bəli. Çox maraqlı ideyadır. Bunlar xaricdə. Dünyada bunun çox az şeyi var, belə deyək də, prototipləri var. Prosta o prototiplərin bizim fərqi, çox bir ciddi bir fərqimiz var. Əsasən prototiplər verilmiş dataları matching eləyirlər. Biz isə təkcə verilmiş dataları match eləmirik. Yəni ki, məsələn, biri var ki, siz 10 dənə adam verirsiniz, gələn adamları bu 10 adamla yoxlayır AI və deyir ki, var, yoxdur. Biz eləmirik. Biz həm 10 adamla yoxlayırıq, həm də girən hər bir adamı iç simadırsa onu artıq belə deyək də, yaddaşda saxlayırıq ki, növbət dəfə onu yenə tanıyaq. Aydındır. Yəni, bir növ belə deyək də, biz AI-ya bunu tanıdırıq, öyrədirik adamlara. Demək, AES şirkəti əsasən şirkətlərlə işləyir. Biz əsasən şirkətlərlə işləyirsiniz. B2C məhsulumuz yoxdur. Yəni, kənara yoxdur, ancaq bir şirkətlərədir. Yəni, bu günləri, yəni, belə deyək də, 30-a yaxın proyekt eləyirik. Müxtəlif şirkətlərdə. Deməli, gedirsiniz, bu sistemi qurursunuz orada? Qururuq, davam eləyirik, idarə eləyirik. Elə yerlər var ki, məsələn, biz süni intellektlə satış şeyləri yaratmışıq. Satışın sonuncu mərhələsinə kimi süni intellekt özü gətirir. Ən axırda da sistemə yazır, artıq satıcı tamamlayır satışı. Sakit müəllim Səmədov, onların da belə bir Sakit müəllim deyil, mən çox sevdiyim, öyrəndiyim insanlardan biridir. Sakit müəllimi, biz də qonaq olub açarda. Super. Çox dərin adamdır, ölkə biznesi üçün çox vacib adamdır. Onların ERP sistemləri var. ERP sistemləri var, Logix deyə. O da buna bənzər bir şeydir. Ondan yox, bizim aramızda fərq var. Biz ERP sistemindən məşğul deyilik. Məsələn, biz harasa gedəndə bizə deyəndə ki, bizim ambar çotumuz getməlidir, mühasibat çotumuz getməlidir, biz elə Sakit müəllimgilin nömrəsini veririk ki, gedin onlarla biz ERP yazmamışıq. Biz olan dataların üstündən daha ağıllı həllər veririk. Aydındır. Məsələn, belə deyək də, belə fikrimi izah edeyim. Şirkətdə borcluların, məsələn, bir mal satırsınız, borclular formalaşır, o ERP-də formalaşır. Amma biz borcluları analiz edib, deyə bilirik ki, sabah hansısa müştəri bir şey alanda deyə bilirik ki, bu riskli müştəridir yoxsa yox, buna ümumiyyətlə mal satmaq olar yoxsa yox. Və yaxud da borcları analiz edib ki, hansı borc gecikir, bu borcu almaq lazımdır yoxsa almaq lazım deyil. Yəni, onun bir analizini aparır. Məsələn, biz bir şirkətdə call centerdə belə bir sistem qurmuşuq, zəng gələn kimi bütün dataları analiz edir sistem, həmən zəngə uyğun. Və call center operatorun qabağına 4 saniyə, 3 saniyə bir dənə data çıxardır ki, bundan necə danış.
Ay son. Məsələn, bu yaxşı VIP müştəridirmi? Bu filan şey alandırmı? Çox maraqlı. Hə, o artıq o danışığı həmən o AI-ın məntiqinə görə danışır ki, hə, bunu satmaq olar, bunu eləmək, başlayır onu danışmağa. Çox maraqlı. Azərbaycanda var belə bir şey? Ya siz Biz eləyirik. Siz eləyir. Yəni Azərbaycanda çoxlu istedadlı uşaqlar var. Mən deyənmərəm ki, biz belə dünya. bu sistemi Azərbaycanda ilk dəfə siz Biz mənə görə hə, mənə görə. Amma yəni yenə də deyirəm də, yəni bəlkə kimlərsə də eləyir, yəni papa altında yatan o qədər olar. Xəbəriniz yoxdur. Hə. Amma yəni biz buna eləyirik bunları. Bizdən də çox adamın xəbəri yoxdur. Çünki bu o qədər sofistikasiya hadisədir ki, ümumiyyətlə biz belə nə vaxt başlayıb bu proses? biz dediyim kimi 3 ildir bu üç prosesi eləyirik. Amma yəni qura gəlmişik də. Biraz daha çox mən PR istiqamətində bu il başlamışam. Adətən bizim buna ehtiyacımız yoxdur. Çünki yəni zaten girdiyimiz şirkətlərdə çox köklü otururuq da. Aydındır. Şirkətin hər şeyini idarə edirik deyə. Aydındır. 30 şirkət əməkdaş 30 proyekt. Proyekt. Yəni 30 fərqli şirkətdə proyekt. 20 şirkətdə 30 proyekt. Aydındır. Neçə proyektdir? Sizdə ümumiyyətlə neçə proyektdir? O da maraqlı sualdır. Nə? Siz deyirsiniz ki, ona bir proyektiniz yoxdur. Yox. Əlbəttə, bir məhsulumuz yoxdur. Hər şirkətə neçə məhsul sata bilirsiniz? Yəni dəyişir. Bəzilərinə 7-dir, bəzilərinə 6-dır, bəzilərinə 13-dür. Hətta. Əlbəttə. Əla. Demək, AES-lə bağlı suallarım hələlik bitdi. Ümumi məlumat aldıq. Keçirik HR sahəsinə. HR-la bağlı, insan resursları ilə bağlı xeyli təlimlər keçirilir. Bu sahəyə maraqlı olan xeyli gənclər var. Mənim özümə də xeyli müraciət edirlər. Bəziləri özünü o sahədə yoxlamaq istəyirlər. HR-la bağlı bizə bir neçə kod verin. Faydalı, təcrübənizdən. 12 il müddətindən siz HR sahəsində çalışmısınız. Bu sahədə təlimlər keçmisiniz. Buyurun. HR sahəsi Ən vacib məsələlərdən qaymaq. HR sahəsi ümumiyyətlə məncə HR bizim bir şirkətdə işləyirdim. O şirkətdən sonra bir 3 il, 4 il orada işlədim. Çıxanda oranın maliyyə direktoru var idi. O ki, mən çıxmaq qərarı vermişdim, başqa şirkətə keçirdim. Artıq belə bir həftə, son bir həftəm idi də şirkətdə. O maliyyə direktoru çox maraqlı bir söz dedi mənə. Dedi ki, Xəqan, sən gəlməmişdən qabaq biz elə bilirdik ki, HR belə çox mənasız bir işdir. Yəni belə də. Sən gəldin, göstərdin ki, yox, elə HR ən mühüm işdir də. Və biz hamımız belə başa düşdük ki, şirkətdə HR lazımdır. Yəni HR mənə görə biz ki, şirkətin bütün belə deyək də yerləri insanlardan ibarətdir. Yəni satış da insandan ibarətdir, nə bilim. Hələlik. Hə. Hələlik. Məncə həmişə olacaq. Bu mövzuya girişərik, məsələn, süni intellekt insanların yerini tutacaq yoxsa yox? Mən bu mövzuda çox yaxşı fikirlərim var məncə. Yəni ki, çox narahat olmağa dəyinməyən fikirlərdir. Yəni narahat olmayın. Rahat olsunlar. Hə, rahat olsunlar. Hə, nəsə, məsələ odur ki, məncə o ki, insanlar ki, toxunur hər yana, doğru insan resursları siyasəti şirkəti daha ayaqda saxlayır. Söhbət təkcə HR-ın mütəxəssisindən getmir. Bax, üstündə HR departamenti yazan otaqdan getmir. HR funksiya olaraq şirkətdə hamının öhdəliyindədir. Məsələn, bir departament müdürünün də HR funksiyası var da, bir maliyyə müdürünün də HR funksiyası var. O HR funksiyası təkcə o HR departament yazılan otağın içində deyil. Ona görə, yəni bu funksiya ümumilikdə şirkətdə çox vacib funksiyadır və bu funksiyanı məncə belə deyək də bypass eləmək olmaz. Yəni yan keçmək olmaz. Niyə? Çünki bunu keçdiyin ən yaxşı işçi bitirəcəksən, ən yaxşı necə deyək də sənə uzun müddətli getmə şansın yoxdur. Bu gün dünyada da, əksər şirkətlərdə də bu keçərlidir. Yəni şirkəti, işçini əldə eləmək, işçini düzgün idarə eləmək, işçi ilə bağ yaratmaq, motivasiya sistemləri və s. Hətta belə deyək də bu davranış iqtisadiyyatı ki, dövrü var. Məsələn, biz baxsaq son 12 ilin Nobel mükafatlarına, iqtisadiyyat üzrə Nobel mükafatlarına. İkisi olaraq. İkisi üçü yox, bəlkə də 6-sı adı psixoloqdur. Psixoloq. Yəni, iqtisadiyyat üzrə Nobel mükafatını niyə psixoloq alsın? Ayson. Bunu qabaqlar ya riyaziyyatçılar alırdı, ya da alırdı iqtisadiyyatçılar. Ayson. Amma indi psixoloqlar alır. Niyə psixoloqlar alır? Çünki artıq insan davranışları, insan fenomen olaraq iqtisadiyyatda da vacib resursdur. Gözəl. Yəni, məsələn, bundan əvvəl, məsələn, tutaq ki, Adam Smith nəzəriyyəsi var idi. Biraz
klassik biraz iqtisadi bilgilərdən deyim. Adam Smith nə edirdi? Deyirdi rəqabət var. Bazarı rəqabət müəyyənləşdirir. 18-ci əsrdə. Hə, rəqabət müəyyənləşdirir. Yəni qanunu, tələb təklif qiymət qanunu, okey, onlardan danışırdı. Sonra gəldi Adam Smithçilər falan. Yəni Adam Smithdə insan amili o qədər də deyil və şeydir. Amma sonra nə oldu? Sonra gəldi. Bunu Adam Smithi tənqid edənlər də, Adam Smith tərəfində olanlar da hamısı əslində Adam Smith nəzəriyyəsinin üstündə formalaşırlar. Sadəcə orasını burasını düzəldir. Aydındır. Yeganə bu hadisə 1990-cı ildə, 90 neçədə də belə John Nash tərəfindən dəyişdirildi. John Nash gəldi ilk dəfə game teorisini ortaya qoydu və Nobel alıb. John Nash ona görə. Və təmiz başqa bir nəzəriyyə idi. Oyun nəzəriyyə. O deyirdi ki, Adam Smithin nəzəriyyəsində bir problem var. Tam belə demirdi, indi mən fikir izah eləmək üçün deyirəm. Çünki rəqabət nəzəriyyəsində bir qalib var. Aha. 10 məğlub var. Bu ümumi ölkə iqtisadiyyatına ziyandır. John Nash ona görə deyirdi ki, gəlin elə bir oyun quraq ki, elə bir olmalıdır ki, o game olmalıdır da, hamı özü uda bilməlidir. Hamı öz şeyində uda bilməlidir. Öz səviyyəsində. Öz səviyyəsində uda bilməlidir və belə olanda hamı qalib olur. Qalib olur və bu nəzəriyyə çox ciddi bir yol aldı və həqiqətən də məsələn əmək haqqı sistemləri buna görə formalaşdı, idarəetmə sistemləri buna görə formalaşdı. Məsələn, işçilərin öz performanslarına görə bonus almağa başladılar artıq şirkət daxili rəqabətə görə yox. Çünki şirkət daxili rəqabətdə bir nəfər uğurlu olurdu, qanunlar uğursuz. Məsələn, o şey var ya, ayin işçisi falan. Onlar ən uğursuz proseslərdir də. Yəni ayin işçisi nə deməkdir? 100 nəfər şirkətdə sən ayin işçisi seçirsən, 99 nəfərə sən işləməmisən demək istəyirsən. Nə demək istəyirsən? Yəni bu biraz elə bir düzgün yanaşma deyil. Əlbəttə ki, çox. İndi məsələ odur ki, ayin işçisini belə bəzi şirkətlər eləyə bilər, icazəlidir. Hansı ki, onlarda turnover çox sürətlidir. Məsələn, 2 aydan bir adam çıxır. Bilmirəm şirkət adı çəkmək olar yoxsa beynəlxalq şəbəkə adı çəkmək olar yoxsa məsələn McDonald's. McDonald's bunu çox rahat eləyə bilər. Çünki McDonald's-un hədəfi işçiləri aşağıdan götürüb böyütmək deyil. Orada yola, o mağazanı yola verməkdir də, yəni bir növ. Düz deyə, oradan da yuxarıdan aşağı çıxanlar var, amma şəbəkə həddən artıq çoxdur da, sən hamıya potensial olaraq onu qaldırma şansın yoxdur da. Ona görə onlar tələbələr, part-time falan işləyirlər. Ona görə onlara ayin işçisi falan eləyirlər ki, işçilərin motivasiyası olub bir 5-6 ay işləyə bilsinlər. Dünya üzrə məsələn McDonald's-un turnover 600%-dir. Heç bir dünyada belə bir ölkə, belə bir şirkət yoxdur 600% turnover olsun da. Yəni belə deyək də 100 adam işləyirsə şirkətdə 600 adam işdən çıxır bir il ərzində. Yəni bu və indi 600 yəni nəyə demək istəyirəm? Hə, bu John Nash nəzəriyyəsi. Ondan sonra bu gəldi qəhrəmanda bu 2002-də. Hə, 2002-də bu davranış iqtisadiyyatının düzdür, ondan əvvəl gəlirdi. Hətta Maslow'dan da gəlirdi bu proses, amma belə təməli gəlir də. Hətta Elton Mayer var, bu tədqiqat aparıblar. Onlar insanların sosioloji varlıq olmasını göstərmək üçün bir lampa şirkətində, elektrik şirkətində işçilərə pis davranıblar, sonra yaxşı davranıblar. Yaxşı davrananda nəticə daha yaxşı olur və onlar ilk dəfə sübut elədilər ki, insanlar maddi varlıq deyil də, mənəvi və sosial varlıqdılar. Ümumiyyətlə, ötən əsrin 70-80-ci illərindən sonra başlayıb bu proses. Amma o Elton Mayer'ın tədqiqatı 30-cu ilə dayanır. Hətta. Yəni nə demək istəyirəm? Bunu nə demək istəyirəm? O behavioralist belə də iqtisadiyyatın banisi əslində belə çox dərinə keçsək babası Elton Mayer'dır. Çünki Elton Mayer ilk dəfə bu tədqiqatı aparıb və işte bunu sübut eləyib də. Ondan sonra Maslow gəlib belə və axır qəhrəman artıq göstərdi ki, davranış iqtisadiyyatı vacibdir də. İnsanlar vərdişlərinə görə şey eləyir. Məsələn, bir dənə belə insan amili önəmlidir şirkətdə. İnsan amili. Bəli. Çünki bu insandır. Mən bunu buradan hara gəlmək istəyirdim? Mən demək istəyirdim ki, hətta dünyada iqtisadiyyatın mərkəzinə insan gətirilib. Nəinki şirkətin mərkəzinə insan. Onu demək istəyirəm. Yəni demək istədim odur ki, misal üçün Azərbaycanda neftin qiyməti qalxır. Üzrən benzinin qiyməti qalxır. Adam Smithə görə maşın sürənlərin sayı azalmalıdır. Çünki qiymət qalxanda tələb azalmalıdır. Düzdür? Amma biz görürük ki, benzinin qiyməti qalxanda Azərbaycanda yenə də maşın sürənlərin sayı artır. Niyə? Çünki qəhrəman deyir ki, insanlar vərdişlərindən əl çəkmir. Düzdür? Əl çəkmir. Yəni bu adam maşın sürürsə, benzin qaldırsan da çörəyindən kəsəcək, amma maşından kəsmir. Çünki o rahatçılığını itirmək istəmir. Bu artıq psixologiyadır. Bəli. Deməli, iqtisadiyyatı nə idarə elədi? İnsanların vərdişləri, insanların psixologiyası. İndi buradan bir dənə çıxarış elədim və indi demək istəyirəm ki, şirkətlərdə də belədir. Şirkətlərdə də şirkətin onurğası insanlardır.
və ən böyük kapital insandır. Ay sağ ol. Ona görə insan resursları şirkətlərdə çox mühüm resursdur. Ona təlimlər falanlar HR-a bağlı olur da şirkət. Adətən nə? Təlim funksiyası HR-ın üstündədir. Təlim belə deyək də öhdəliyi HR-ın üstündədir. HR müəyyənləşdirir ki, məni. HR-a aid bir-iki prinsip deyə sonra təlimlərə keçək. Hə, HR-a aid belə deyim. Azərbaycanda HR-lar son belə deyək də bir neçə mərhələ keçiblər. Birinci mərhələ belə deyək də, birinci mərhələ bu idi ki, insanlara Azərbaycanda ilk HR-lar bilirsiniz kimlərdir? Bilirsiniz kimlərdir? Direktorların assistentləri, katibələri. Çünki necə olur? Şirkət təzə qurulur, HR saat heç bir funksiya yoxdur. İşçilər gəlib icazə alanda katibəyə deyirlər, katibə müəllimə deyir, müəllim icazə verir ya da vermir. Axırda deyir ki, axırda biraz şirkət böyüyür. Deyir, sən elə konkret bu işçilərlə çox uğraşmısan da, çıx ol o kadr şöbəsinin rəhbəri. Birinci HR-lar belə olur. Sonra oradan formalaşa gəlib artıq HR kadrlar şöbəsi yaranır. Sonra biz bir müddət keçdik, xaricdən bizə gəldilər, dedilər ki, bu kadrlar keçmiş şeydir, insan resursları olmalıdır. Sonra biz insan resurslarına necə keçid elədik? Otağın üstündəki o kadrların atverka ilə şeyini açdıq, o kadrlar şöbəsini. Bağladıq insan resursları şöbəsi, amma içində heç nə dəyişmədi. İçində heç nə dəyişmədi. Və sonra o içində bu birinci etap idi. Sonra o başladı içində dəyişməyə. Yavaş-yavaş gəldilər, dedilər ki, işçiləri biz götürək, müdür götürməsin. Birinci mərhələ bu olub. İşə qəbul qurulmağa başlayıb. Birinci sənədləşmə o heç, olsa kadrların işin. İnsan resursları adına birinci mərhələdə işə qəbul düzəlib. İkinci mərhələdə, nə bilim, əmək haqqları üstlərinə götürüblər və s. deyiblər. Mən biraz elə ki, üçüncü mərhələyə düşmüş adamam. Biz biraz şeylər yaratdıq. Təlim, strukturlaşma, HR-dan o yana kənar qərar verməmə. Yəni bizim nəsil belə deyək də onu elədi. Bizdən sonraki nəsil gəldi. KPI-lər 30-durdu, daha ölçülə bilir dəyərlər. Biz onu eləyə bilmədik tam. Yəni bizim belə deyək də etapda biraz ona nail olmaq olmurdu. Çünki mindset ona icazə vermirdi. İndi artıq məncə HR-lar daha öndədirlər, daha mərkəzlidirlər. Artıq bizim CEO-lar da, sahibkarlar da insan resurslarına bağlı daha pozitiv fikirləşirlər və məncə onların birliyi daha yaxşı alınır indiki etapda. Möhtəşəm. İndi demək təlimlərlə HR sahəsi bir-birinə bağlıdır. Bəli, təlim funksiyası HR-dadır. İndi gəlirik elə onda təlimlərdən danışaq. Demək, hard skills, soft skills, sərt bacarıqlar, yumuşaq bacarıqlar. Sizin IS şirkətiniz sərt bacarıqları təmin edir. Əgər belə demək olarsa, düzdürmü? Bəli, bəli. Tam insan yönümlü bacarıqlar deyil, düzdür. Sərt bacarıqlar. Bəli. İndi bu yumuşaq bacarıqlar, davranış iqtisadiyyatı, emosional zəka, insan psixologiyası və s. və ilə axır. Bir dənə bunun əksini nəzərdə tutaq. Bir şirkətdə 100 işçisi var, 1000 işçisi var. Əksini nəzərdə tutaq da. Və şirkətin rəhbəri deyir ki, mən sərt qanunlarla, qışqırıb bağırmaqla şirkəti idarə edəcəm. Mənə psixoloq lazım deyil. Mənə təlimçi lazım deyil. Bunlar hamısı boş-boş söhbətlərdir. Maaşımı verirəm, iş tələb edirəm. Xoşu gəlmir, çıxsın, geçsin. Bir yanaşma budur. Bunun tam əksidir də. Sual. Belə yanaşma olsa nə baş verər şirkətdə? Belə yanaşma olsa, o şirkət... Azərbaycanda sizcə şirkətlərin neçə faizi hələ indi də müdürlər bu cür yanaşırlar məsələyə? Deməli, gəlin belə bir şey deyək. Bu yanaşmada olmaq, yəni bu yanaşma, sizin dediyiniz bu, belə bu tipdə olmaq... Siz onu bir dəfə də deyək, siz deyin, başqa təbirlə deyək. Bu nə deməkdir? Rəhbər şirkətin funksional inkişafında işçiyə pay vermir, pay görmür. Yəni fikirləşir ki, bütün işlərin hamısı, zaten mən olmasam işləməyəcək, işçi gəldi, yəni olmasa da cəhənnəmə olsun, başqası gələr. Düzdürmü? İşçiyə pay vermir demək. Bu qədər maaşındır, istəyirsən işlə, istəyirsən işləmə, çöldə gözləyənlər çoxdur. Bəli. Bu şirkət ayaqda qalması mümkündür, amma bir şərtlə heç vaxt böyüməyəcək. Sahibkarın limitləri qədər olacaq o şirkət.
Yəni bir şirkət belə ancaq belə mümkün ola bilər. Hansısa sahibkar öz şirkətini özü qədər limitləmək istəyirsə, bu strategiyanı seçə bilər. Amma yenə də təhlükəlidir. Yəni o elə bir belə Tənəzzül ehtimalı da var da. Belə deyək, gəl belə bir şey deyək. Ən yaxşı kadrlarını itirə bilər. Yox, o zaten onun yaxşı kadrı olmayacaq. Nədən danışırıq biz? Yəni özünə hörmət edən adam işləməyəcək orada. Orada ancaq işləyəcək qorxan, başqa yerdə iş tapa bilməyən, cəsarətsiz, işini itirmək istəyən adamlar. Yəni orada niyə müsbət adam işləsin ki? Yəni məsələn, niyə o rəhbərin altında hər yanda iş tapa bilən adam işləsin? Niyə işləsin? Sadə məntiqdir də. Deməli, orada kim işləyəcək? Başqa yerdə iş tapa bilməyən, xüsusi bacarığı olmayan və hətta bu adam ona daha çox pul verəcək. Məsələn, 5 manatlıq adam deyil, ona 6 manat verəcək. Çünki o zaten bunun şeyinə dözməlidir axı. Daha maliyyətli prosesdir. Bax, bu gün mən şirkətlər tanıyıram, sizin dediyiniz kimi. Rəhbər elədi. Orada insanlar bazarda ala biləcəklərinin 3 qatını alırlar. Çünki başqa variant yoxdur. Sən zaten bu stresə, elə bir sən çıxıb getmək istəyəndə başa düşsən ki, 3 qatı alıram cəhənnəm. Ona görə həm maliyyətlidir bu yanaşma, dediyiniz yanaşma. Həm də şirkəti böyütmür. Məsələn, misal gətirirəm, amma kimisə şey eləmək istəmirəm də. Məsələn, sizin sədərəkdə bir mağazanız varsa, 5 işçiniz varsa, siz o cür davrana bilərsiniz. Çünki zaten hamı gedirsə özünsən. Daha şey yoxdur. Amma siz 100 nəfəri bir şirkətçisə belə davrana bilmərsən artıq. Sən artıq mümkün deyil belə davranasan. Çünki kənardan adamlar gəlir, şirkətləşmə gedir, insanlar danışır, fərqli olur. Yəni sənin artıq kombinasiyalar qurma versiyaların yaranmalıdır. Əgər kimsə belə yanaşmanı, belə sərt yanaşmanı, ümumiyyətlə insanların biznesdə add value'sunun da belə deyək, dəyər qatdığına inanmırsa, heç hansısa bir sahibkar, yəni o sahibkarın biznesinin böyümə şansı yoxdur. Bu orada qızıl cümlələr dediniz Xəqani müəllim. Maliyyə şeyləri artır. Bəli. Yəni daha maliyyətlidir, bəli. Bu təlimdən daha maliyyətlidir. Bəli, düzdür. Təlimi ondan birini xərcləyə bilər. Bəli. Və daha uğurlu və böyüyə bilər şirkət. Başqa sualımı təkrarlayım. Sizcə Azərbaycanda indi neçə faizi təlimlərə önəm verir? Verir. Yəni, üzr istəyirəm, 36-cı ildə hələ Carnegie kitab yazıb, yəni ötən əsrin 30-cu illərindən artıq dünya oyanıb. Bizdə bu oyanış prosesi neçə faizdir sizcə? Yəni, faiz rəqəm olaraq demək çətindir, amma qənaət bəxş deyil. Deyil. Bəlkə deyə bilərik, bu dəqiqə mən biraz cəsarətli, təxmini, belə müşahidə, 80% şirkət rəhbərləri hələ belə düşünür ki, bu təlimlər boş şeydir. Siz pozitiv baxırsınız əslində. Hətta. Mən deyərdim, belə bölərdim. Mən deyərdim ki, 3% pozitiv baxır. 3 ilə 12% arasında olan bir 7% də var ki, onlar belə 50% pozitiv baxır. 12% ilə bir 15%, 18% arasında olan bir rəqəm var ki, onlar da belə də deyir, hə, yaxşı deyir, amma belə. Ondan sonra dəqiq baxmır. Baxmır, ümumiyyətlə saymır şeyləri. Necə saymır? Xərc kimi görür. Prosesi təlim verirlərsə də, bax, məsələn, ən böyük problem bilirsən nədir? Ola bilər, biz bugün statistikada baxaq ki, X şirkət gedib qıraqdan təlim alıb, ya da daxildən təlim. Amma onu belə, bilirsiniz, yolaver eləyirlər də, təlim xətrinə, bəzən. Yəni, orada çatmaq istədiyi hədəf, mən hansı strategiyanı verirəm, bu insanlara bu təlimi niyə keçirik, məsəl üçün də. Onlar biraz elə bir, o dediyim 80%-dən danışıram. Aydındır. Orada belə, məsələn, mən adamlar var ki, məsələn, mən indi təlim demirəm, qabaqla təlim deyəndə, məsələn, dəvət edirlər ki, xəqəm, istəyir bizə təlim keçəsən də, filan. Dedim ki, hansı mövzuda? Nə bilim, baxın da, bir dənə təlim keç. Ay qardaş, sən nə ehtiyacın var? Deyir ki, nə bilim, bax, hansı mövzular var? Deyirəm, nə bilim, məsələn, idarə etmə ola bilər, nə filan şey ola bilər, nə filan, indi misallar gətirdim. Deyir, hə, filan şey elə, bizə ona ehtiyac var, elə onu. Deyirəm, özü də dəqiq fərqində deyil. Yəni, orada ana şey nədir? Xəqəm mənim gəlsin, bizə təlim desin. Xəqəm mənim, okey, siz yenə deyirəm, bu təlim, mən açıq deyim ki, o prosesdən həzz ala bilmirəm. Bilmirdim də. Çünki, yəni, necə, yəni, mən axı,
demək istədiyim adam, mən bir fəlsəfəm var, istəməyən adama vermə fəlsəfəsi. Aha. Mən istəyirəm ki, təlimə gələn adam İstəsin, o da oradan zövq alsın. Armstrongun bir sözü var qəşəng, bu təlimə inkişafda çox mühüm adamlardan biridir. Deyir ki, bir adam bir adama bir şey öyrədə bilməz, əgər o adam istəmədikcə. Yəni bir adam ac olmalısan da. Yəni hətta mən elə Tox olanda ən dadlı yeməklər də sənə mənasızdır. Məsələn biz baxırıq təlimdə. Mən ən xoşum, yəni ən çox gördüyüm şeylərdən biri buydu ki, şirkət məsələn 10 nəfərini təlimə göndərir. 10 nəfərə deyiblər ki, getməlisən. Bu da deyir, mən istəmirəm, vaxtım yoxdur. Deyib, yox, getməlisən. Bu cavab oturub təlimdə belə üzü siymaz. Sən də keçə bilmirsən təlim. Mən həmişə təlim başlayanda deyirdim ki, dostlar, mən müğənni kimiyəm. Yəni siz mənə əl çalmazsınız, mən yaxşı oxuya bilməyəcəm. Başa düşürsünüz, mənə əl çalmalısınız, mənə bir belə eləməlisiniz, başınızı, bir belə eləməlisiniz. Bir razı olun, bir razı olmayın. Nəsə mənə bir fikir deyin ki, mən onun üstündən də oturub belə qulaq asan da, telefondan oynayanda mən belə deyim də fikir doğa bilmirəm. Yəni necə deyim də, yəni ona görə məncə burada ana məsələ faizə gəlsək, məncə bu çox aşağı faizlərdədir. Burada indi problemlərdən biri də bir tərəfin dediyi şirkət rəhbərləridir. Biri də təlimçilərdir axı. Yes. Təlimçi gəlir. Bir şirkət rəhbəri təxminən bir həftə bundan qabaq bölgələrimizin birində bölgə üçün kifayət qədər böyük şirkətdir. Hətta dedi bir ara 300-400 nəfərə qədər də qalxmışdı. Sonra biraz yığdıq. O deyirdi ki, təlimçi gəlir, danışır. Hələ soft skills yox, yumuşaq bacarıqlar yox, hard skills, biznes strategiyaları, hələ bundan danışır. Deyir, mən baxıram, görürəm, o danışdığına inanmır özü. Bunu sahibkar deyir mənə. Deyir, baxıram ki, təlimçi danışdığını ya başa düşmür, ya inanmır, yola verir də. Bax, təlimçi ifadəsini də urvatdan salıblar məncə. Təlimçi akademisyendir mənə görə. Müəllimdir. Amerikada Stephen Covey'nin məşhur kitabıdır. Stephen Covey Harvarddan PhD doktorantura dissertasiyasını həmin o məşhur kitabı onu yazıb. O doktorluq dissertasiyası da onun 40 milyon satış olub Amazonda. Bu adam deyir ki, mən ömür boyu təlim keçmişəm də şirkətlərə. Bəzi şirkətlərin $700,000 illik təlim büdcəsi idi və s. və ilə axır. İndi burada pul yumaqlar da var, eşitdiyimizə görə. 100,000 pul yuyulur, təlimsi və s. və ilə axır. Çox təəssüf. Yəni, ad var ki, təlim keçirilir, amma ortada təlimçi qıtlığı da var axı, Xəlqani müəllim. Yes. Nədir problem? Məncə təlimçilik nədir? Aha. Biz gedirik... Söhbət hansı təlimçidən gedir? Soft skills-dən gedir söhbət. Soft skills-dən. İnsan psixologiyası, bu təlimlər. Bax, bayaq dedik ki, bunun tam əksini nəzərdə tutduq. Bəli. İndi gəlirik bu tərəfə. İndi bir dənə şirkət rəhbəri qərarı alır ki, başa düşür ki, şirkətdə psixologiya təlimləri keçirilməlidir. İndi burada necə təlimçi gətirək? Gəlin psixologiya təlimlərinə gəlmək üçün bir dənə detal deyim, çox vacib detal. Mənə görə təlimçilik necə bir şeydir? Onu indi bağlayacağam bu tərəfə fikrimi. Bax, elə ki, biz gedirik mağazadan bir şey alırıq, məsəl üçün kola alırıq. Alanda onun böyrünə bir dənə belə, bəzən belə stəkan bağlayırlar, bantlayırlar. O stəkan. Sən əslində kolanı alırsan da, prosto stəkan olsa da bantlayırlar. Məncə təlimçilik belə bir şeydir ki, sən bir şeydə ustalaşırsan, onun böyründə sənə gəlir. Yəni, məsələn, nətərdir? Sən əgər bir şeyi yaxşı bilmirsənsə, o şeyin təlimini eləyə bilmərsən. Bir şeyi yaxşı bilən hələ təlim eləyəcək demək deyil. Bu var. Amma bir şeyi yaxşı biləndən sonra təlimi formalaşa bilir. Məsələn, indi gəlib psixologiya, insan soft skills-lərlə bağlı. Əgər bir adam insanşünas deyilsə, o adamın insanlarla bağlı təlim deməsi, yəni uğurlu olmayacaq, alınmayacaq. O dediyiniz kimi, o adam deyir deyə, baxıram, inanmır. Onun kimi olacaq. Çünki bu adam elə bir ki, oxuduqları, populist fikirlər səsləndirir. Özü onu yaşamır axı. Fikir nədir, söz nədir? Siz bir cümlə deyirsiniz,
Məsələn, deyək ki, səhər durmaq lazımdır. Gedir bu kimisə qulağında belə partlayır, belə deyək də, belə meta izah eləsək belə. O partlayır və əgər siz onun arxasına əməl qoymusunuzsa, əgər siz özünüz də tezdən duransınızsa, o partlayanda onun beyninə girir. Yox, əgər tezdən duranda siz özünüz də 12-də durub damatı deyilsə tezdən durur, gəl partlayır və boş olur. Heç də girmir onun beyninə. Yəni ona görə əməl sahibi, o barədə ixtisaslı olan adamın o barədə fikir deməsi, yəni soft skills keçməsi çox önəmlidir. Əgər bir adam insanşünas deyilsə, insan prosesini anlamırsa, insanın niyə görə günah elədiyini, niyə görə savab elədiyini, niyə görə paxıllıq elədiyini, niyə görə yəni bunun kökünü və fəlsəfəsini bilmirsə, gəlib deyə bilmir ki, etik olmaq lazımdır. Okey də bu etik olmaq bir düşüncədir. Amma bunun altında yatan bir okean var da. Okean, xəzinə. Xəzinə. Sabah biri deyəndə ki, mən bir dəfə təlimlərin birində demişdim ki, insan gərək, nə bilim, tezdən yuxudan dursun falan belə. Bir dəfə bir nəfər də üstünə bir 10 gün sonra mənə yazdı ki, müəllim, siz falan yerdə falan şey dediniz, çox yaxşı təlim demişsiniz, belə. Sonra yazdı ki, mən tezdən durdum, amma bilməm nə edeyim. Dedim ki, mən ona yazdım ki, əgər sən nə edəcəyi bilmirsənsə, tezdən durma. Başladı. Çünki, yəni ona gətirirəm ki, bunu nəyə gətirdim? Yəni demək istədim odur ki, sən əgər, bax görürsünüz mən ona o cavabı verə bilirəm ki, tezdən, mən görən insanlar niyə tezdən durmalıdır? Mən fikirləşəm ki, insanın hədəfi olmalıdır, amalı olmalıdır, ora getməlidir, ona görə tezdən durmalıdır. Bu mənə deyəndə ki, mən bilmirəm neyini, mən avtomatik nə fikirləşəm? Yenə də mən alt yapıya qayıdıram və fikirləşəm ki, bunun amalı yoxdur, fikri yoxdur, ona görə deyirəm, sən durma. Amma kitabdan oxusaq ki, tezdən durmaq, biz yenə də ona cavab verərdik ki, mən də bilmirəm nə etmək lazımdır, amma dur, bir şey elə də. Düzdür, belə cavab verəcəyim. Yəni, bir şey, ona görə insanşünas olmaq, yəni, insan psixologiyasını bilmək, fəlsəfəsini bilmək, insan ümumiyyətlə bir şeyi niyə eləyir? Həyatın fəlsəfəsini bilmək. Bəli. Bunları bilməyib, soft skills-də təlim demək, yəni problemdir. Ona görə, məsələn, biznesmenlər belə olmalıdır. Əgər soft skills-lə, hard skills-lə verirsə, birinci baxmalıdır ki, o adamın o işdə nə nailiyyəti var. Məsələn, adam gəlib, ahtıram, məsələn, bir fikir deyim. Hard skills, yəni biznes texnikaları. Soft skills, yəni insan psixologiyası və s. Bəli. Hard skills-də verirsə, məsələn, tutaq ki, məni çağırır Excel-lə bağlı təlimə. Misal üçün, bilməlidir ki, mən əvvəl Excel-ilə bağlı hansı nailiyyətlərim var, bir Excel-ilə bağlı mən kiməm? Kitabdan oxuyub deyirəm. Bu hard skills-dir. Bir hard skills-dir. İndi eyni ilə də insanşünaslıqdan çağıranda, nə bilim, liderlikdən çağıranda, bilməlidir ki, bu adam insan olaraq hansı nailiyyətləri var, insani keyfiyyət olaraq. Yəni, məsələn, belə məşhur bir misal var, məsələn, universitetlərdə falanlar, qabaqlar bu şərq universitetlərində indi də yəqin elədi. Əxlaq dərslərini, əxlaq müəllimləri o adamlar verirdi ki, müəllimlər içində ən əxlaqlılar hesab olunur. Yəni, belə deyil ki, o əxlaq dərsi... Əxlaq kitabı oxuyub, əxlaq dərs demək olmaz. Demək olmaz. Yəni, o əxlaq dərslərini müəllimlər içində seçilən əxlaqlı müəllimlərə verirdilər. Çünki o zaten onu deməlidir. Bu, görürsünüz necə, kitabdan oxunan baş verəcək hadisə deyil. Bu, insan fəlsəfəsi, insan şünaslığı bilən adamların təlimdir. Məsələn, biz o vaxtlar təlimimizdə, belə də təlimlər deyəndə, belə bizim bir şey məmizdir, iş etikası, işdə etik dəyərlər deyə bir təlim. Korporativ sosial məsuliyyət. Məsuliyyət. Keseyim yox. İşləməyin etikası, yəni işçi olmağın etikasından danışırıq. Orada mənim bir misalım var idi ki, öz şəxsi lazım olan faylını şirkətin printerində printerləyə bilmərsən. Və o həmişə belə o fikri səsləndirirdim və yaxud da şey eləyirdim. Məsələn, sahibkarlar deyirdi ki, uyda, budur da, bax, mən başlaşdı belə. O mənim fikirlərdən gəlirdi. Mənim təməlimdə o var ki, həyat prinsiplərimdə o var. Mənim öyrəndiyim adamlar şamı söndürüb, o biri şamı yandırıb da. Yəni, mən onu öyrənmişəm ki, yəni mən onu oxumuş adamam, onunla tərbiyə alınmışam. Ona görə də gəlib işdə də deyirəm ki, sən print eləməməlisən printerlə. Və yaxud da deyirəm ki, mühafizəçiyə deyirəm ki, ya da indi bütün hamıya aiddir, sən rasiyava, paltarva o qədər, yəni sənin özünün olsa necə davranmalısan, elə davranmalısan. Mən həmişə belə bir şey fikirləşəm, təlimlərdə də deyirdim, işi görmə keyfiyyətin, əgər səni kimsə nəzarət edirsə, dəyişirsə, sənin insani keyfiyyətində problem var.
Əgər sən kimsə nəzarət edirsə, sən işini daha yaxşı görürsənsə, Ay sağ ol. sən insanın keyfiyyətində problem var. Bəli. Sən heç kim görməyəndə də sən yaxşı Ay görməlisən. sağ ol, Yəni ay sağ ol. mən əgər nəzarət eləyirlərsə, əgər mən nəzarət olunanda yaxşı iş görürəmsə, Ay sağ ol. bu mənim özümün insani keyfiyyətimdə sorun olmağı deməkdir. Yəni mən demək ki, nəsə düz yaxşı insan deyiləm, yəni. İndi burada bir məsələ var. Mən hərdən nəyi düşünürəm? Bu təlimlər ötən əsrdən hələ başlayıb və davam edir. Sonra Nobel alıblar. İndi Nobel alanlar psixologiya üzrə, elə psixologiyanın da əxlaqın bir bağlılığı var təbii ki. İndi psixologiya tam əxlaq dərsi deyil, amma hər halda bağlılığı var da. İnsanlar qaydırdığı üçün bəzi nöqtələrə toxunur. İnsan, bəli. İndi burada mən nəyi düşünürəm hərdən? Deyirəm ki, Qərb gördü ki, bu mümkün deyil. Biz burada uğur qazana bilmirik. Dedi ki, insanları ümumiyyətlə silirik, robot gətirilir. Da insanın xeyri yoxdur da. Yəni burada artıq təlimlərdə bu sahədə uğursuzluqlar oldu deyə və s. və ilə axır. İndi sual bundan ibarətdir. Bu məsələnin ən bariz sualı budur. Ən aydın sualı budur. Adam gedir dünyanın ən güclü universitetində tibb təhsili alır və yaxud hüquq təhsili alır. Hüquqşünas gəlir, hakim işləyir, savad yüksək səviyyədə, amma rüşvət alır. Həkim gəlir ən yüksək səviyyədə, amma pulcur olur. Xəstə, məsələn, kasıb xəstədir, yoxsul xəstədir, ona baxmır. İndi buna əks arqument kimi bəzi bizim iqtisadçılar deyir ki, bu əxlaq məsələsini ümumiyyətlə biznesdən tulluyun kənara. Biznes alış-veriş meydanıdır. Əzizim, olmur axı. Elə yerlərdə, burada bunun nə ziyanı var ki, icazə verin bu da olsun da. Biz demirik ki, biz bütün elə əxlaqa bağlayaq biznesi. Xeyr, heç kim onu demir. Amma bunun olması əxlaqa töhfə verir də, biznesə töhfə verir. Bunun nə ziyanı var ki, o gün bir APA TV-də bir müzakirəyə çağırmışlar məni. O hissəni paylaşmışıq səhifəmizdə, əxlaqın biznesi töhfəsi. Deyirəm ki, söhbət əyalətlərdən, rayonların inkişafından gedir. Deyirəm ki, rayonları inkişaf etdirməyin yollarından biri də öz rayonunu, bölgəsini sevən iş adamlarına dəstək verməkdir. Bu artıq burada sevgi məsələsidir. Bu sevgi, psixologiyadır, əxlaqdır. Bildiniz necə? Yes. Ola bilər bu adamın öz rayonunda ildə, məsələn, 1 milyon manat gəliri var. Bakıda isə 5 milyon manat gəliri var. Burada artıq, necə deyirlər, onun qılığına girirsən. Onun o öz rayonunu, amma rayonunu sevir adam. Bu hissi gücləndir. O qalsın orada işləsin, o 1 milyon manatla, gəlirlə, amma orada iş yeri yaratsın da, hamı Bakıya axmasın. Məsəl üçün. Ona görə, burada o qədər söhbətlər var, Xəqani müəllim, saatlarla danışasan və bu proses bizdə hələ təzə başlayıb, bu təlimlər. Yenə də qayıdıram təlimçi məsələsinə. Müəllim, bir də elə yaxşı nöqtəyə vurdunuz. Bax, çox siz görürsünüz nə demişsiniz? Deyirsiniz ki, yəni öz rayonunu sevən sahibkarlara dəstək olaq. Bax, bu cümlənin arxasında nə durur? Bu cümlənin arxasında bu durur. Yəni bu cümləni niyə fikirləşsin bir insan? Bu cümləni niyə fikirləşsin? Ümumiyyətlə niyə fikirləşsin ki, ümumiyyətlə niyə, bu sevgi nədir ümumiyyətlə? Sevgi nədir ümumiyyətlə? Rayonu sevmək nədir? Əşə orada 5 milyon gəlir var gedirəm. Bu nə deməkdir? Biznesmenin vətəni olmaz ki, məsələn. Hələ mən bu tərəfdən baxıram. Bax, siz bu fikri niyə deyirsiniz? Məsələn, başqa bir dənə ekspert çağır, o desin ki, rayonu inkişaf etdirmək üçün orada nəm zavod tikək, eləyək, belə düzdür. Amma siz gəlib bilən deyirsiniz ki, öz rayonunu sevən sahibkara dəstək olun. Bu mənim təhsilimdən irəli gəlir, bu həyat yolundan irəli. Niyə? Oradan irəli gəlir ki, siz insanşünassınız. Həyatınızı bu insanın fəlsəfəsini, psixologiyasını, həyatın fəlsəfəsini həsr etməyə xərcləmisiniz. Bütün kitablarınızı buna oxumusunuz və siz başa düşürsünüz ki, altyapıda bu durur. Ora 100 dənə zavod tik, ruh yoxdursa işləməyəcək. Siz bunu bildiyiniz üçün, sizin kimi bir adamın gedib soft skill təlimi keçməsi, yəni yağ və baldır da. Yəni nə baxımdan deyirəm bunu? Yəni söhbət həm sizdən getmir. Yəni belə bir prototipdən gedir ki, bu adam özü
özü həyata elə baxır. Ona görə buna bir sual verəndə ki, rayon necə inkişaf etmək lazımdır? Bu beyni getmir ki, oradakı zavod tikək. O deyir ki, orada olan imkanlı da, yəni nisbətən seçilmiş hansı ki biznesmensə, deməli oranın biraz daha baş işləyən adamdır. O baxımdan deyirəm. Onlara dəstək, onlara rayonu sevdirək. Sevdir, ondan sonra özü gedəcək. İndi mən gəlin sizə bunun başqa bir prototipini deyim. Biz 44 günlük müharibədə Qarabağı aldıq. Bəli. Hansı iqtisadi yaxud da biznes gedişi ilə o cavanlarımızı, o əjdahalarımızı ora göndərmək olardı. Neçə manat pulla, hansı KPI sistemi ilə, heç bir. Dünyanın bütün biznes araşdırmalar, mexanizmlərini tök ora, heç kim ora aparamaz. Amma Qarabağ, millət, vətən, şəhidlik fəlsəfəsi ilə adam gedib orada. Mən Şuşanın alınmasının sənədli filmləri var, indi sağ olsunlar, çox da qəşəng çəkiblər. Baxırsan, prosto deyirsən ki, möcüzədir. Adamlar, yəni dırnaqları ilə divara çıxıblar. Yəni, mərmi... Bu dəhşətli misaldır, bu dəhşətli misaldır. Yəni, mən onu demək istəyirəm ki, yəni bunu necə... Bax, eyni misal, eyni şeyə gətirəm ki, qardaş, əlbəttə ki, müharibə taktikası da rol oynayıb. Silahların gücü də rol oynayır. Nə bilim, bir çox şey orada rol oynayır. Biz demirik ki, elə vətəni sevən insan əlinə daş ver, gedib alacaqdır. Əlbəttə ki, bu belədir. Kim deyir ki, belədir? Amma əlinə 1000 dənə silah ver, amma vətəni sevməsin. Bu pullu o adamlar vuruşurlar bu xaricdə, Amerikada, nəmdə belə deyək də, bu qərb ölkəndə. Onlar hansı ürəklə vuruşur? Hamısı hədəfi odur ki, orada gününü keçirsin, sadəcə pulunu alsın, düzdür. Yəni, ona görə də sən heç vaxt, yəni, belə deyək də, necə ki, pullu ordu ilə heç nə eləyənmərsən, belə deyək, sən ancaq Qarabağı sevən, millətini sevən, şəhid olmağa, yəni, bu adam öləndə özünü uğurlu hesab edir. Bunun qabağını nə ala bilər ki? Bunun qabağını nə ala bilər? Və bu adam öləndə özünü uğurlu hesab edir. Şəhid hesab edir. Bunun qabağını kim ala bilər ki? Yəni, bu fəlsəfənin, bu fikrin qabağını... Ona görə sizin sözlə qüvvət deyirəm ki, 100 dənə zavod tik, işləməz. Amma bir dənə sahibkara kömək elə, sizin dediyiniz kimi, və sevdir ona rayonunu, o orada çiçək eləsin. Çünki bu, yəni necə deyək də, bu qayıdır hara? İnsana. Bu qayıdır insanın özünə, bu qayıdır... Ona görə o, bəx sözdə qüvvət deyim, yəni sözdə belə davam olaraq deyim ki, əxlaqı biznesdən ayırmamaq söhbətinə gələndə, bugün qərbin özü də gətirir əxlaqı soxuruca biznesə. Çünki başa düşürlər mümkün deyil. Başa düşürlər, biz ancaq əmək sistemini düzgün qurmaqla, filan şeyi düzgün eləməklə, ölçülə bilir sistem qurmaqla ki, bunlar hamısı vacibdir. Təkcə bundan idarələnməzsiniz. Biz elə şirkətlər olub ki, biz onlarda sistemlər qurmuşuq. Belə, qabaqlar mehriban kollektiv dalaşıb. Çünki rəqabətçi bir mühit yaranıb. Artıq o qabaqlar ki, bunlar mehriban idilər, heç bir sistem yox idi. Bu sistemi qurmuşuq. Yəni, ola bir-birinin arasında müharibə düşüb. Yəni, bir-birinin arasında kin düşüb. Yəni, demək ki, təkcə məsələ həll eləmir bunu. Həm də məsələ bunların soft skillsləri, münasibətlərin tənzimlənməsi. Bir şirkət deyim, indi adını çəkməyim, mən bir şirkətdə HR direktor işləyirdim. Deməli, şirkətin 2 önəmli adamı var idi. Direktorun mavini idi ki, çox operational mavini idi, çox ciddi şirkətdə təsir gücünə malik idi və maliyyə müdürü idi, hansı ki, çox ciddi şirkətdə təsir gücünə malik. Bunlar ikisi arasında çox ciddi bir şey var idi, konflikt var idi. Qırğın konflikt var idi. Yəni, o dərəcədə idi ki, bunların işçilər də bunların işçilərinə dalaşırdılar. Yəni, o dərəcədə. Deməli, mən də həmişə gəlirdim, məsələn, bir şey olurdu, mən də HR-am da. Mən də gəlirdim, məsələn, bir şey olanda bu bunun işini bururdu, belə. Həmişə dalaşırdılar, rəhbərin yanına çıxırdılar, bir-birlərini qırırdılar. Təxminən nə qədər işçisi var idi, təxminən? Şirkətin? Bəli. 2500. Allah. 2500. Orada da HR idim mən. Deməli, mən nə elədim bir gün? Bunlar arasındakı konfliktə həll eləyəmirsən də, yəni şey yoxdur. Bir günləri, birinin adını X müəllim, birinin adını Y müəllim deyək. X müəllimin yanında oturub söhbət eləyəndə dedim ki, mən o günləri Y müəllimin yanına bir nəfər gəlmişdi, sizi dəhşət təriflədi. Dedi, ola bilməz. Dedim, dedi ki, belə elə. O dedi ki, əslində o pis adam da öyle. Sonra getdim o Y müəllimin yanına, orada da oxşar bir senari elədim.
üstündən bir həftə keçmiş, gəldim gördüm bunlar bir yerdə oturub çay içirlər. Ay sağ. Qəşəng. Yəni nə demək istəyirəm? İnsani bir addım biznesdə prosesləri tənzimlədi. Da bundan o tərəfə misal yoxdur, valla. Yəni nə qədər istəyirsən KPI qoy, maaş sistemi qoy, sistem yarat. Bunlar bir-birlərinə nifrət eləyirlərsə işləmir sistem. Əgər bir dənə bax bu sistem, bir dənə elə bir şey, birinin yanında belə, birinin yanında belə dedim, ondan sonra demirəm belə qardaş oldular. Amma ondan sonra problemlər nə qədər və şirkətin inkişafına elədi. Sonuncu suala gəlirəm. Bayaq dediniz ki, bu barədə münasibət bildirəcəm. Gələcəkdə robotlar insanların yerini tamamilə, məsələn 2500 işçidən tutaq ki 2400-ü robot olsun. Bu mümkündür? Əlbəttə mümkündür. Mümkündür, amma burada bir şey qaçırtmayaq. Robotlaşmanın gəlməsi, süni intellektin gəlməsi və s. gəlməsi bəlkə də indi mövcud olan 90% işi məhv eləyəcək. Onun yerini alacaq. Aha. Bu 100%-dir. Yəni insanları sıradan çıxaracaq. İnsanlar sıradan çıxardacaq, bəli. Amma insanlar işsiz qalacaq demək deyil bu. Aha. Yeni işlər, yeni sistemlər yaranacaq. Biz insan tarixinə baxanda görürük ki, hər gələn yeni texnologiya çoxlu işçiləri işsiz buraxıb, amma çoxlu iş yerləri yaradır. Məsələn, o vaxt manufakturalar yarananda insanlar götürüb o manufakturalarda aparatları qırırdılar. Çünki o adamlar gəlirdi, 50 nəfərin işini bir dənə maşın eləyirdi. O adamlar onları qırırdılar, xatırlayırsınızsa. Sonra manufakturaların yaranması kütləvi istehsala zərurət yarandığı üçün o 50 yox, 500 işçiyə ehtiyac oldu. Məsələn, mən həmişə bu misal çəkirəm. At var, faytonçuluq var idi. Maşın gəldi. Görün nə qədər peşə getdi. Nalçılıq, at saxlayan, faytonçu, nə bilim, fayton düzəldən, ot verən, 5 dənə vəzifə getdi. Amma görün nə qədər yardı. Silesar, malyar, nə bilim, maşın dizayner, sonsuz vəzifələr yarandı. Düzdürmü? Sadəcə bu vəzifələr nal vurana nisbətdə daha ağıllı vəzifələrdir. Yəni, işçilər, bugünkü işlər işini itirəcək, amma daha ağıllı işlər yaranacaq. Və mən həmişə belə fikirləşirəm. İnsan tarixinə baxsaq, mən də HR işləmişəm deyə onu bilirəm. İnsan resurslarının tarixinə də baxsaq, müəllim, çox mühüm bir dənə detal var burada. Görür ki, insan iqtisadiyyatda texnologiyanın və belə deyim, inkişafın düz mütənasib olaraq insana dəyər artır. Yəni, texnologiya artdıqca insana dəyər artır. İnsan daha çox dəyər əmir. Bu da mən bunu nəyə şey eləyirəm, yəni niyə görə bu belədir? Çünki insanlar texnologiyanın az vaxtı insanın əzələsinə ehtiyac var. Texnologiyanın çox vaxtı insanın zehninə ehtiyac var. Ona görə də texnologiyanın artmağı insana dəyəri, insanın əzələdən, sümükdən çıxardır, zəkaya, məntiqə, irfana aparır. Və başa düşürük ki, bizim yerimizə paltarı bir şey yuyacaq, amma biz insan olaraq heç kim bizim yerimizə biz inkişaf etməyəcək. Biz o inkişafa vaxt ayıracaq. Qabaqlar paltar yurdun, vaxtın yox idi inkişaf eləməyə. İndi o yuyacaq, sənin daha çox vaxtın var və daha çox inkişaf... Yəni, mən bu texnologiyanın inkişafını insanlar üçün metafizik inkişaf üçün çox ciddi zəruri platforma hesab edirəm. Platforma hesab edirəm və fikirləşirəm ki, sadəcə əl əməyindən şeydən çıxıb daha şuurlu, daha insani vərdişlərə üçün yəni gələcək bunun üstündə qurulmağa başlayır da belə. Möhtəşəm. Xaqan, mən həzz aldım sizin çıxışınızdan. Sağ olun, mənim. Bu müzakirə saatlarla davam edə bilər. Nə yaxşı varsınız, nə yaxşı sizin kimi mütəxəssislər var, ekspertlər var, biznesmenlər var, idarəçilər var Azərbaycanda. Kaş Xaqani Səfərovlardan Azərbaycanda bir minlərlə olardı. İnşallah. Allah qorusun. Çox təşəkkür edirəm, gəldiniz. Düşünürəm ki, hələ belə müzakirələrimiz çox olacaq. İnşallah. Siz özünüz də nə zaman istəsəniz təşrif buyura bilərsiniz bizim verilişə. Açarın xüsusi, özünə məxsus dinləyiciləri, izləyiciləri var. Hamımız gözəl Azərbaycanımız üçün çalışırıq və
həmişə bunu deyirəm. Bizim potensialımız çox güclüdür. Azərbaycan insanının, vətəndaşının potensialı çox güclüdür, istedadımız çox güclüdür. Sadəcə yönetim lazımdır, təlimlər lazımdır, dayanmadan öyrətmək lazımdır, dayanmadan əl tutmaq lazımdır, kimlərinsə əlini tutmaq lazımdır ki, o trasta düşsünlər də, o yola düşsünlər. Çox sağ ol müəllim. Mən də təşəkkür edirəm dəvət elədiyiniz üçün. Mən də çox sevincliyəm ki, sizin kimi belə verilişləri elə sizin kimi adamlar aparanda, belə verilişləri sizin kimi kurasiyavızda olanda belə daha belə deyək də lazımi hədəflərə çatdığını inanıram. Çox sağ olun, minnətdarım. Var olun. Bizim bir neçə sponsorumuz var. Ümumiyyətlə Sosiologiya Akademiyasının və Açar layihəsinin sponsorlarıdır. Təkcə Açarın deyirlər. Bizim bütün proqramlarımızda bu sponsorlar təqdim olunurlar. Baş sponsorumuz Saloğludur. Saloğlu mebelin xüsusi təqdimata ehtiyacı yoxdur. Keyfiyyəti ilə və qiymət mütənasibliyi ilə Azərbaycanda irəlidədir. Artıq regional şirkətə çevrilib. İkinci sponsorumuz Tayqa Ticarətin Hacı Saylarıdır. Onun dadını dadanlar bilir. Artıq Azərbaycanda geniş miqyasda təqdim olunur. Üçüncü sponsorumuz deməli Katsan şirkətidir. Katsan boyaları, mebel və inşaat boyalarıdır. Azərbaycan istehsalıdır, Azərbaycan brendidir. Dördüncü sponsorumuz Miniboz uşaq bezləridir. Bu da Azərbaycan brendidir. Artıq regional bazara çıxıb. Və beşinci sponsorumuz Zeni Parfum mağazalar şəbəkəsidir. Saloğludan sizə təqdim olunacaq hədiyyə var. Xaqani müəllim, təşəkkür edirik bir daha. İnşallah yenidən görüşəcəyik. Çox sağ olun müəllim. Dəvətiniz minnətdarım. Sağ olun. Dostlar, siz də sağ olun. Xahiş edirəm. Kağız qələminiz olsun. Xaqani müəllimin dediklərini qeyd edin. Vacib nöqtələrə toxundu. Bu məqamlar kitablarda yoxdur. Bu artıq təcrübədən, təhsildən və uzun müddətli çalışmadan doğan söhbətlərdir, qeydlərdir. İnşallah yenidən görüşəcəyik. Allah'a əmanət qalın. Sağ olun. Hacı Şay, imtina edilmeyecek teklif.